İnsanlar fərqli olduğu kimi həyat nizamı və axışı da fərqlidir. Hamı xoşbəxt və firavan həyat axtarışındadır. Bu həyatda kimi öz həyatından razı və şükür edərkən, bəziləri də əlindəki nemətlərə məhəl qoymadan narazı və üsyan halındadır. Hər birimiz bu həyatda bir dəfə yaşayırıq. Hamı həyatın yaxşı olmasını istəyərkən, nəfs, bitib tükənmək bilməyən istək, arzu və təmənnalar çəkilməz edir həyatımızı. Pessimistlik, naşükürlük müminin həyatında olmamalıdır. Bunu bizə Quran-ı Kərim deyir, hədislər göstərir. Həzrət Peyğəmbərin sallallahu aleyhi və səlləmin bu hədisi bir mömin üçün necə də gözəl üfüq açır. O sallallahu aleyhi və səlləm belə deyir. Müminin həyatı necə də qəribədir, diqqət çəkəndir. Onun hər halı xeyirdir. Bu yalnız möminlərə məxsusdur. Allah ona nemət bəxş etdikdə şükür edər, bu onun üçün xeyirdir. Yox, əgər başına bir müsibət gəlsə səbr edər, bu da onun üçün xeyirdir. Deməli, mömin olan şəxs həyata müsbət göstərən eynəklə baxmalıdır. Hər halına şükür etməlidir. Başına gələn müsibətlərin də onun üçün imtihan vəsiləsi olduğunu bilməli, səbirlə onu lehinə çevirməlidir. Həmçinin Həzrət Peyğəmbərin sallallahu aleyhi və səlləm buyurduğu kimi, dünyalıq nemətlər baxımından hər daim özündən zəif olanlara baxmalıdır ki, əlindəkinə qane olsun, şükür edə bilsin. Əks təqdirdə dünyalıq heç bir neməti gözümüzü doyurmaz. Hər daim naşükürlük halda olarıq və həyatımızı puç edərik. Həzrət Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin də buyurduğu kimi, Allaha qovuşacağı günə qədər insan övladının başına, malına müxtəlif müsibət və sıxıntılar gələr. Halına narazı olan adam Allaha qarşı nankördür. Bizi insan olaraq xəlq etməsi belə şükür edə bilmək üçün kifayətdir. Şükür edən insan optimist, müsbət insandır. Şükür edə bilməyən kimsə həmişə daha çox istəyir, nəticədə pessimist olur. Mövlana Cəlaləddin Rumi necə də gözəl deyir. İnsanın dili şikayətə vərdiş olsa ruhu daralar, könlü qəlbi sıxılmağa başlayar. Lakin içini fərah tutar, şikayətləri unudar, şükür edər və müsbət düşünməyə, görməyə başlayarsa, könlü də bir o qədər xoş və fərah olar. Dəyərli izləyicilərim, bizə bir dəfə yaşamaq üçün verilən həyatımızı xam xəyallarla, boş arzularla, əlimizdəkilərin qədir qiymətini bilməyərək puç etməyək. Bizə aid olmayanların arxasınca qaçmaq, bizim olanları itirməyə səbəbdir. Necə deyərlər? Kartof qaynayan suda yumşalır, yumurta isə bərkiyir. Qəhvə dənələri qaynayan suda dəyişdiyi kimi suyun rəngini də dəyişdirir və nəticədə fərqli bir şey meydana çıxır. Bir sıxıntı ilə üzləşdikdə kartof kimi əzilmək, yumurta kimi qəlbi qatılaşdırmaq yerinə qəhvə dənəcikləri kimi hadisələrin, başımıza gələnlərin duyğularımızı yetkinləşdirməyə və həyatımıza yeni dad və rəng katmasına imkan verməliyik. Həyat sənin baxışınla məna qazanır. Gözəl baxan gözəl görər, gözəl görən gözəl düşünər, gözəl düşünən isə həyatından ləzzət alar.